Salam uşaqlar, bugün sizinlə 9-cu sinif buraxılış imtahanına düşən sualların izahına baxacağıq. 16.06.2019-cu il. Suallar bu formadadır, yaxınlaşdırıb da baxa bilərsiniz, PDF-lərini də götürüb işləyə bilərsiniz. Deməli, biz birinci sualdan başlayırıq. Suallar sadədir. Həmin illərdə suallar sadə düşüb. F(x) bərabərdir 3x minus 12. OX oxun deyir, kəsişməsindəki apsisi tapın. OX oxun kəsirsə, y bərabərdir 0 olur. Yəni, 3x çıxılsın 12 bərabərdir 0. 3x bərabərdir 12, x bərabərdir 4. Yəni, apsisimiz 4 alınacaq. İkinci sualımız, düzbucaqlının tərəfləri 12 və 9-dur. 12, 9. Perimetrini tapın. Yenə sadə bir sualdır. 2a üstə gəlinsin b bərabərdir 2 vurulsun. 9 üstə gəlinsin 12. 42 eləyəcək. Üçüncü sualımız A 8, 2, B'miz isə 5, 6'dır. Deyir ki, aradakı məsafəyə tapın. Məsafə düsturumuz x2 çıxılsın x1-in kvadratı üstə gəlinsin. y2 çıxılsın y1-in kvadratıdır. Onda AB bərabərdir 5 minus 8-in kvadratı üstə gəlinsin 6 minus 2-nin kvadratı. Yəni 3-ün kvadratı üstə 4-ün kvadratı. O da eləyir 25. 25-dən də çıxır 5. Deməli, məsafəmiz 5 imiş. 4-cü sualda 6x minus 42 böyükdür 0'ı soruşur. Bizdən eynirik 6x böyükdür 42, x böyükdür 7. 7 içi boş, çünki ciddi mötərəzədir, ciddi bərabərsizlikdir. 7-dən başlayacaq, sonsuzluğa qədər davam edəcək. 5-ci sualımız belədir. 17-də x düzgün kəsir olarsa, x-in ala biləcəyi böyük qiymət. Düzgün kəsirin qaydası belə idi ki, x kiçikdir 17-dən. 17-dən kiçikdirsə, ən böyük qiymət neçə olacaq elə? 16-nın özü olacaq. 6-cı sual. 5 üstündə n plus 2, 5 üstündə mənfi n çıxılsın 3. Sadələşdirin. Ola bilirik ki, a üstündə m bölünsün a üstündə n-də, a üstündə m çıxılsın n olur. Deməli, onda bizdə də 5-in üstündə n plus 2 çıxılsın, mənfi n çıxmaq 3. Yəni, 5-in üstündə 2n üstə gəlinsin neçə olacaq? 5 olmuş olacaq. Keçdik 7-yə. Düzbucaqlı üçbucağın katetləri 6 və 8 olarsa, deyir, hipotenuzda çəkilmiş medianın uzunluğunu tapın. Birincisi, Pifagora görə 6'nın kvadratı üstə 8'in kvadratını kök altına salsaq, bizim eləyir hipotenuzumuz, yəni C-miz. O da eləyir 100, 100-dən çıxır 10. Medianın uzunluğu bərabərdir. MC bərabərdir, C bölünsün 2. Yəni 10 bölünsün 2. Cavab eləyəcək 5. 8-ci sual. Sizə düşməyəcək, amma yazıram. 10-dan 3, 4 faktorial. Kombinizon 10-dan 3, 10, 9, 8, 3, 2, 1'dir. 4 faktorialımız da 4, 3, 2, 1'dir. Olacaq 10, 3-dən 3, 4-dən 4 gedəcək. 10 bölünsün 2. Yəni cavabımız olacaq 5. Növbəti sualımız olacaq 9. AOB açıq bucağında AOB OK şüası çəkilmişdir. AOK bucağının ölçüsü 100 dərəcə olarsa, BOK bucağının ölçüsünü tapın. BOK bucağını bilir ki, açıq bucağın dərəcə ölçüsü 180 dərəcədir. O zaman x bərabərdir 80 dərəcə etmiş olacaq. 10-cu sualımızda isə belədir. X kvadrat çıxılsın 25'i. Çox ədini vurğularına ayırın. Əgər biz yazsaq x kvadrat çıxılsın 25'i də yazsaq 5'in kvadratı, belə bir düsturumuz var. A kvadrat çıxılsın b kvadrat. Yəni a minus b, a plus b. Onda olacaq x minus 5, x plus 5. Bu qədər. Növbəti sualımız. Kök altında 29 ədədi hansı natural ədədlərin arasında yerləşir? Bilirik ki, kök altında 29, kök altında 25'in qoşusudur. Və 36'nın. Ən yaxın kvadratları yazdım. 25'dən 5, 36'dan isə 6 çıxır. Deməli, kök altında 29 bu iki ədədin arasında yerləşir.
12-ci sual. Deyir 15 ədədinin natural bölənlərinin cəmini tapın. 15-in bölündüyü ədədlər 1, 3, 15-ə bölünən daha doğrusu 5 və 15 ədədinin özüdür. Cəmləsək 24 edəcək. Sonraki sualımız 13. Şəkil verilib. Yenə sadə bir sualdır. A plus 30, B plus 30, 80. Bunu verir bizə. Bizdən soruşur ki, şəkilə əsasən A plus B-ni tapın. Bilirik ki, açıq bucağın cəmi 180 dərəcədir. Deməli, bunların ikisinin cəmi 180-dirsə, A üstə gəlsin, B üstə gəlsin 110 bərabər 180-ə, A plus B də bərabərdir 70 dərəcəyə. Katetləri 12 və 18 olan düzbucaqlı üçbucağın sahəsini tapın. Sahə düsturu belədir. A vurulsun, B bölünsün 2 düzbucaqlı üçbucaqda. 12 vurulsun, 18 bölünsün neçə 2? 9 dəfə 108. Növbəti suala keçək. 15-ci sual. Deyir, Musa pulunun 20-də 9-unu xərcləyir. Xərclədikdən sonra neçə faiz pulu qalır? 20-də 20-dən çıxırıq 20-də 9-u. Eləyir 20-də 11. Ədədi faizə keçirən zaman onu 100-ə vurmaq lazımdır. 55 faiz. 16-cı sual. Sual belədir. Düzbucaqlı üçbucaqda katetləri 15 və 20-dirsə, kiçik katetin hipotenuz üzərindəki proyeksiyasını tapın. Uşaqlar, proyeksiyanın düsturu belədir. Əgər bizə A verib, B verib, burada C-dir, hündürlüyü M, N-dirsə, A-nın kvadratı bərabərdir. M vurulsun C-yə. Yaxşı, indi biz bunda nə edəyək? Yazacaq ki, 15-in kvadratı bərabər x vurulsun bu tərəf. Bu tərəfi tapmaq üçün də nə edirik? Pifagora görə 15-in kvadratı üstə 20-nin kvadratı bərabərdir 25. Yəni, burada elədir neçə? 25. X bərabərdir 225 bölünsün 25. Yəni, 9. Həqiqətən də 9 almış olduq. Növbəti sual. Yenə bir sadə sualla qarşınızdayım. A bərabərdir 1 dövrdə 29. B bərabər 1 tam %29. Deyir, hansı böyüdür? Ya da müqayisə edin. A-nı açsam 29, 29, 29, 29 və sonsuza qədər belə davam edir. B isə 29 yazdıqdan sonra istəsək yalnız sıfırları artıra bilərik. Nə edəcək? Eyni 2 daha böyük. Deməli, A böyüdür nəydən? B-dən. Növbəti sualımız 18. Silsilədir. 17, 13 və 9. Silsilənin ilk 6 həddinin cəmini tapın. Yaxşı, tutaq ki, bilmirik heç silsilənin. 4 dənə azalıb. Deməli, 4 dənə azalıb 5 olacaq. 4 dənə azalıb 1 olacaq. 4 dənə azalıb mənfi 3 olacaq. Bizə deyir 6-sının cəmini tapın, oturun cəmləyin. Silsilə düşmür deyə çox da əziyyət vermirəm. 2-də 1, 9-da 8, növbəti suala baxırıq təbii ki. 5 tam 3-də 1 bölünsün 10 tam 3-də 2. Olacaq 2-də 9 vurulsun 9-da 8 üstə gəlinsin 3-də 16 vurulsun 3 qalxdı yuxarıya 32. İxtisarlarımı gedirəm. Yenə ixtisarlarımı gedirəm. 4 üstə gəlinsin 2-də 1. Yəni 4,5 formada olacaq. 20-ci sual. Sual belədir. 5x-in kvadratı üstə gəlsin 36x plus 7. X kvadrat üstə gəlsin 7x. X-in yerinə deyir 2 qoy. Mən də elə x-in yerinə sadə yolla 2 qoyuram. 5 vurulsun 4 üstə gəlsin 72 üstə 7. 4 üstə gəlinsin 14. O da eləyəcək 18. Bu 20. Bu 7. 77. Düzü 97. 18-də 97. O da 5 tam 18-də 7.
Burada deməli 99. Burada 99. Burada da hokka. 9-a ixtisar getdi. 2 dəfə 11. 5,5. Belə. Davam eləyək. Deməli deyir ki, 21-ci sualda turist yolun 8-də 5-ini getdi. Yolun hansı hissəsi qaldı? Yəni sadə bir sual. Bir tam yolumuz olsa 8-də 5-i gedilibsə qalacaq 8-dən 3 hissəsi. 22-ni də burada yazıram. Y bərabərdir 3x verib. 4x üstə gəlinsin. Y bərabər 28 verib. Mən nə edirəm? Y-i birləmək 3x. Gətirəm qoyuram yerinə. 4x üstə gəlsin. 3x bərabərdir 28. 7x bərabər 28. X bərabərdir 4. X 4-dürsə 3 vurulsun. 4-də neçə eləyir? 12 eləyir. Bizdən əslində Y-i soruşur. Yəni 12 tapmış olduq. 23-cü sual. Yenə silsilə düsturdur. 2, 5, 14 və 41. Deyir, əgər belə bir silsiləmiz varsa, tap görün bu hansı düsturdan hesablanacaq. Mən də nə edirəm? 3x minus 1. 1 yazsam. 3'ə vursam 6, 1 çıxdım. 3'ə vursam 15, 1 çıxdım. 3'ə vursam 42, 1 çıxdım. Bəli. Bu düsturdan hesablana bilər. AN bərabərdir 3n minus 1. Variantlar verib əslində mən yerinə qoydum elədim. Siz də misala baxıb oradan götürə bilərsiniz. 24-də ilk 15 ədəd içərisində 15 dənə ədədim var. Bunların içərisində sadə olma ehtimalın. Gəlin sadə ədədləri yazaq. 2, 3, 5, 7, 11, 13. Yəni mənim 6 dənə sadə ədədim var. 15-də 6. 3 ixtisar geçsəm 2, 5. 5-də 2 olmuş olacaq. Növbəti sualımız A çoxluğunda deyir 1, 3, 5, 7 ədədləri var. Neçə alt çoxluq var? A çoxluğun sayı 200-sü n-dir. Burada da 1, 2, 3, 4 ədəd olduğuna görə 200-sü 4, yəni 16 dənə alt çoxluğum var. 26-da söykəndiyi qövsün dərəcə ölçüsü 50 olarsa, daxilə çəkilmiş bucağın dərəcə ölçüsünü tapın. Uşaqlar, bura 50-dirsə, qayda keçilib. Daxili bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Yəni söykəndiyi qövsün dərəcə ölçüsü 50-dirsə, özü də neçə olacaq? 25 olmuş olacaq. Mərkəz desəydi bərabər, daxil dediyinə görə yarısına bərabərdir. Növbəti sualımız 27-ci sual. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri 25 dərəcə olarsa, digərini tapın. Ya istəsəz 25 üstə alfa üstə 90 bərabərdir 180 ilə gedərsiniz. Ya da iti bucaqların cəmi 90 olduğu üçün birbaşa da həll eləyə bilərsiniz. Yəni 90 çıxılsın 25 ilə yazıb 65 də yaza bilərsiniz. Növbəti sual 28. Yoldaş sual verir ki 3 saata avtomobil 210 kilometr yol gedibsə, 1,5 saata neçə kilometr yol gedər? Bilirik ki, saatla yol düz mütənasibdir, yəni çarpaz vurulacaq. 3x bərabərdir 210 vurulsun 1,5, x bərabərdir 105. Bu formada həll olunacaq. 29. Sual belədir. X kvadrat çıxılsın 6x plus a-nın kvadratı verib bizə. Deyir, a-nın hansı müsbət qiymətində tənliyin 2 bərabər kökü var. Bir tənliyin 2 bərabər kökü olması üçün diskriminant 0 olmalıdır. Yəni d bərabərdir b kvadrat minus 4ac bərabər 0. Yəni 36 çıxılsın 4a kvadrat bərabər 0. 4a kvadrat bərabər 36, a kvadrat bərabər 9. A bərabər normalda plus minus 3. Bizə a-nın müsbətini süslədiyinə görə özü biz də 3'ü götürürük. Və nəhayət 30-cu sual. 4 bölünsün x çıxılsın 4 bölünsün x plus 2 verir bərabərdir 1. Tənliyin kökləri cəmini soruşur. Buranı vurarıq x plus 2'ya, bunu x-a, bunu da x vurulsun x plus 2'ya. Onlar nə? 4x plus 8 çıxılsın 4x. Bərabərdir x kvadrat plus 2x. Təbii ki 4x-lar getdi. Qaldı x kvadrat üstə 2x.
Minus 8 bərabər 0. x1 gəlin diskriminantla həll eləyək. Vietlə yox. Niyəliyin deyəcəm. D bərabərdir. B kvadrat minus 4ac, yəni 4 üstə gəlinsin 32, 36. x1 bərabər mənfi b üstə gəlinsin kök d bölünsün 2a. Yəni mənfi 2 üstə 6 bölü 2. Elədi 2. x2 bərabər mənfi b çıxılsın d bölünsün 2a. Yəni mənfi 2 çıxılsın 6 bölünsün 2. Mənfi 4. Cavabı mənfi 4-dən 2 aldıq. Allahdan heç bir qiymət məxrəcimizin əksi olmadı. Yəni heç biri buranı sıfıra çevirmədi. Deməli onda 2 üstə gəlinsin mənfi 4. Cavabımız elə mənfi 2 alınmış oldu. Niyə yoxladım? Çünki ola bilərdi ki, mənfi 2 alaydım. Mənfi 2 alanda artıq burada 0 yaranıydı. Belə suallarımız bu qədər. Növbəti suallarda görüşənədək sağ olun.